bir sualım var. Ancaq ayaq üstə şəklini görəndən sonra, belə bir şəklini, ondan sonra səni işə götürəcəm, maaş da 3500 manatdır. Şübhələnmərsən. Spiritual enerji mərkəzinə katib axtarılır. İş saatları saat 11-dən 4-ə kimi, maaş 3500 azayın. Və izləyicilərimdən biri marağa götürür bu iş yerinə yazır. Katibə olmaq üçün təcrübə lazımdırmı? Cavab: sənət işləri. Sənət adamı lazımdır bu iş üçün, spiritual sənətçi. Arxivə baxmaq, sənətlərə yazı işi ələ ya kompüterlə, əl ilə yazmaq istəyirəm. Çətin olmayan işə bu maaş, yəni 3500 manat falan filan. 5 ildir o maaş verilir. Daha sonra yazıblar ki, hansı şirkətdir sizdə? Sosial media hesabını öyrənmək olarmı? Sosial media hesabı yoxdur. Və maraqlısı odur ki, tələblərin içində yazmışlar ki, Instagramda mesajlara cavab vermə. Yəni sosial media hesabı yoxdursa, Instagrama suallara harda cavab verir? Spiritual. Amma buna açıqlama gətirir. Deyir ki, elanda çox məlumatları CV düzəldən səhv düzəldib. Amma səhv. Özü də CV düzəldən. Xanım bir daha sual verir ki, onda katibəyə 1500 manat. Cavab gəlir ki, müdiriyyət elə verir. Ürəyi açıq bir müdiriyyət var burada. Oh my god. İzləyicim deyir ki, konumu göndərin, iş görüşməsinə gəlmək istəyirəm. İş görüşməsi maalesef şirkətdə olmur. Maalesef. Online CV doldururuq, qeydiyyat edirik, yaxınlaşırsınız. Linki verin, doldurun, mən də qeydiyyatınızı. Kulminasiya. Ad, soyad, adın, bir də 2 foto. Niyə 2? Bəs dedim axı, qeydiyyat edəcəm. Bir şəkil bəs etmir ki, ayaq üstə şəkil olsun. Neçə-neçə xanım buna inanıb şəkillərini göndərə bilər, WhatsApp-dan yazdığı üçün nömrələri ora düşə bilər və bu şəkilləri hal-hazırda AI dövründə nə kimi istifadə olunacaqları məlum deyil və nömrələri də onlarda olduğu üçün müxtəlif yerlərdə şantaj edib pul belə götürə bilərlər. Qarşına absurd iş elanları çıxırsa göndər, birgə ifşa edək.